Deyir ki, siz bir ay ərzində əgər kontur 2 manat istifadə eləməsəz bir ayda, biz o 2 manatı sizin balansınızdan tutacağıq. Hə, vallahi elə bir şey. Ciddi? Vallahi 2 manat tuturlar balans. Bir aya sən 2 manat xərcləməsən, nömrə, məndə 3 nömrə. Hə. 2 manat tuturlar sənə yalandan 1 GB 60 dəqiqə 15 günlük vaxt verirlər ki, illa da xərcləməlisən. Bu hani bizim istehlakçıların hüquqlarını müdafiə, hani İqtisadiyyat Nazirliyinin aidiyyatı qurumlar. Yəni mən niyə məcburən səndən internet almalıyam? Almışam, deyirsən niyə istifadə eləmirsən? Var idi də əvvəl məsələn nömrənin neçə dəqiqə məsələn ayda bir dəfə filan qədər almaq. Yəni bu məsələlər bilirsiniz vətəndaşlar qalıb korporasiyaların, şirkətlərin, müəssisələrin, iri oliqarxların belə deyək, şirkətlərinin və nə edirsə onların əlində. Vətəndaş qalıb sahibsiz, deputatlar danışmaq əvəzinə deputatlar ağzına su alıb oturub icra başçıları vətəndaşların problemini danışmaq əvəzinə problemi yaratmaqla məşğuldurlar, düzdür ya yox. Yəni hamı bələdiyyələr ümumiyyətlə yoxdur. Nə bələdiyyə var. Bələdiyyə strukturunu ümumiyyətlə ləğv eləmək lazım. Bələdiyyə strukturu dövlət büdcəsinə yükdür. Bələdiyyə orada 1-2 nəfər maaş almaqdan başqa nə işə yarayır bələdiyyə? Zaten icra başçısı deyəndə ölür, qal deyəndə qalır. Kimə lazım? Bax kimə lazım bələdiyyə? Bax JEK var, mənzil kommunal idarəsi. Bələdiyyə var, icra hakimiyyəti var. Kimə lazımdır qardaş bu qədər struktur? Bələdiyyəni ləğv eləyin, seçki keçiririk, namizəd veririk filan. Nə heç nə. Heç nə. O qədər də pula hər ildə subsidiya. Nə olur bələdiyyə, nə vaxtda bələdiyyə ilə məsələ qalxır, deyir büdcəmizdə pul yoxdur. Onda niyə oturmusan, kabinetin var, bayrağı da qoymusan ora. Elə seçkidən seçki adam daşımaqdır sənin işin. Yəni bilirsiniz bələdiyyələr hara toxunuruq fikir verirsiniz. Hər tərəfimiz yaralı deyə problem bir-birindən əlaqəli. Əgər bunun əleyhinə danışmaq, bu sözləri təqdim eləməyə cəsarəti çatan varsa buyursun gəlsin. Cəsarəti yox, əsaslandıra biləcək argumentli adamlar varsa buyursunlar gəlsin müzakirə eləyək. Gəlsinlər görək nədir, nə deyil. Bəli, onsuz da dolanışıq xərcləri bizim üzərimizdə, yəni hamının yəni o qədər çətinləşib, amma heç olmasa günümüz zəhər olmasın deyə bəzi strukturlar üzərinə düşəni etsinlər deyə biz buradan bu nəqliyyat da siyasi məsələdir, yox, seçki deyil. Nəqliyyat da parlament deyil, qardaş, nəqliyyatdır da. Bip siqnal, sağ, sol, qırmızı. Bu nədir bu? Nə etmək istəyirsiniz?